Qalxanvari vəziyyət sağ payında vaskulizasiyası artmış, yəni böyük bir düyün var. Düyün ölçüləri böyükdür və biopsiya olunub. Biopsiya nəticəsi xoş gəldiyindən xəstədə mikroablasiya planlaşdırılır. 21.5 çünki oylama ölçüsü 34 və qalınlığı 15.5. Hal-hazırda mikroablasiya edilir. Xəstənin prosedurunu gecikləşdirməyəcək olunur. Hansı bir narkoz yoxdur. Ağrı yox ki. Və antenləməz günün içərisində yerilir və biz üzv vasitəsində daimi nəzarət edirik antenlə hərəkətinə. Şimdi yanılma prosesi başlayır. Bu şəkildə düyünün girişi boyunca tam satış texnikasından yandırılır. Şimdi yeri dəyişir. Tamam.